Ola bilər bir əməl edərik, Allah nəsə verər bizə, amma o əməldən öncə ilahi tövfiqi görün. O əməl necə oldu etdiniz? Pərdənin o üzünü görmək. Bax, hünər budur. Düzdür, pərdənin bu üzündə mənim əməlim var, amma pərdənin o üzündə ilahi bir lütf var. Allahın xüsusi bir nəzəri var deyən onu etmisən. Uğurlarınızı o pərdənin o üzü ilə bağlayın, bu üzü ilə yox. Allah bu cürünə baxanda o lütflərin çoxaltmağa başlayır. Diqqət edin, demirəm heç nə iş görmürsən. Çalışırsan, zəhmət çəkirsən, əlindən gələni edirsən, amma hesablayanda da belə hesablayırsan. Düzdür, mən bunları etdim, o nəsib etdi mənə. Baxın, zülmət qaranlıq olsa nə iş görə bilərsən həyatda? Günəş işıq saçır, nə qədər iş görülürsə o işığın ətrafında görülür də, belə deyək bir misal ünvanında. Belə olanda həm özün gözündə böyümürsən və lütfə baxdıqca, Allahın lütflərini gördükcə Allah yeni bir lütflər sənə nazil edir. Kulli yevmin huve fi şən. Elə hey başqa lütflər gəlir. Çünki dəyərləndirə bildin.